Ümumi qolluğa nələr daxildir? Biz sizə göstərəcəm. Təşkilana baxaq. İlk növbədə bu motorun içi təmizlənir. Bir yandan çək, yaxşı. Motorun içi təmizlənir. Orijinal set başmaqla dəyişilir. Yəni o firma deyil də 100.000 zəmanət verir. Yəni hər dəfə videoda deyirəm. Sol hissəsi təmizlənir. Bax, yaxşı çək, bax klapanların içinə kimi təmizlənir. Gətir bura. Və hava sistemi. Kollektor gördüyünüz kimi təptəzə və o orijinal prokladla dəyişilir. Salaxan da buradadır. Zastonkası təmizlənir. Samovarı, yegerin trubkası. Bir sözlə yəni bütün hava sistemi, giriş sistemi təmizlənir. Şimdi gətir parollarını sizə göstərir. Parollarda isə yağ boşalır, köhnə yağ. Konkretdə içində yağ qalmır. Tərtəmiz təmizliyi tək buna görəcəksin. Və bu botlar mütləq sıxılmalıdır. Görsən, parolkanın yəni boş yerə sökməmişik. Bu botlar sıxılır, içi təmizlənir ki, köhnə yağın qarası qalmasın, zəncibili qalmasın. Sıfırdan yağ dəyişmək. Detalları isə sökülür, mexaniki bütün detalları yoxlanır. Baxın, görsən bax, bütün detallar hamısı bir-bir yoxlanır bunlara kimi. Patemliklərdən kimi, nasosuna kimi, hamısı çəki ilə botlar sıxılır, yığılır yerinə. Gətirir, zapçasları da göstərəm ki, hamısı şəffaf olur. Setlər üstündə də artıq. Üst proklad da. Görürsünüz, içli çölü, granatın salmiti. Tarafkanın orijinal yağı, SD4. Bunda 2'yanın orijinal öz yağı və də filtri tarafkanın. Bu göstərdiklərim, saydıqlarım var. Set başmaq dəstədiyi orijinaldır. Tarafkanın yağı filtridir, granat salmikidir, kollektorun salmikidir. Üst krişkan prokladkasıdır. Hamısı 1200 manatın içindədir və yerdə qalan zəhmət haqqı. Son, bax, əlavə olaraq piyaqasında xarablıq var, karavanında xarablıq var. Qardaş yanacaq filtrini alıb dəyişmək istəyir. Onlarla birlikdə yəni zəhmət haqqı qalmır. Sadəcə əlavə detal ki var, xadaboyun dönəlim, yanacaq filtridir. Onları müştəri əlavə pulur verir. Zəhmət haqqı almır. Bir sözlə, yəni ideal iş görmək istəyirsə bu vəziyyətdə motoru qoysan yerə bir dəfəlik bütün işləri görülür. Ünvan da MCS-də Xəzər TV yanında. Əlaqə nömrədə səhifədədir.